Bir bacı sual verir və bildirir ki, mehr olaraq mənə verilən qızıllarımı bir vaxt ehtiyac səbəbilə satıb məbləğini, yəni onun pulunu həyat yoldaşıma verdim. İndi isə yoldaşım həmin qızılları mənə geri qaytarmaq istəyir, lakin bunu pul şəkildə etmək istəyir. Sual budur ki, həyat yoldaşım mənə qızılların satıldığı vaxtdakı məbləği qaytarmalıdır, yoxsa qızılın indiki bazar dəyərinə uyğun məbləğini? Cavab budur ki, əgər bacı qızılı satıb məbləğini həyat yoldaşına veribsə və həyat yoldaşı eyni məbləği ona qaytarmalıdır. Daha qaytaran vaxtı qızılın bazar qiymətinə fikir verilmir, yəni nəzər yetirilmir. Əgər qızıl bahalaşıbsa, yəni qadın qızıllarını satdığı vaxtdan qaytarılan vaxta qədər, yəni qızılın qiyməti dəyişibsə və əvvəlcədən şərt qoyulmadan, razılaşmadan kişi özü pulun üzərində əlavə pul verərsə, buna deyirlər borcu gözəl şəkildə qaytarmaq. Lakin belə bir şərt qoymaq olmaz və həmçində kişi pulu qaytararkən qızılın bazardakı qiymətini nəzərə almır. Hansı məbləğdə ona borc verilibsə, eyni məbləği də qaytarır.